Şamaxı Medsun Klinikasında pasientlər hansı xidmətlərdən yararlana bilər? Haş eləmə barədə bir məlumat verərdiniz. Ay, mən sizi qabaqlamışam. Mən sizdən tez vermişəm bu sualı. Amma nə olar, bir də mən izləyicimə qıya bilmərəm. Buyurun İskəndər Bey. Bizde tıbbın her sahasında sadece laboratuvar değil, pediatriyadan nörolojiye, travmatolojiden oftalmolojiye kadar birçok alanda hizmetimiz mevcut. Bununla birlikte şu an diagnostikada. Sadece röntgen değil, KT-MR da çekebiliyoruz. Ve 2 saat erzinde neticeyi veriyoruz hastaya. Ne güzel. Türkiye'den getirdiğimiz uzman teknisyen bu görüntüleri alıyor cihazdan. Yani kendisi çekiyor. Yine uzman bu raporları okuyor. Gerektiğinde de Türkiye'de bu alanda ihtisaslaşmış, yani onkoloji ya da nöroloji ya da beyin tümörleri alanında uzman hekimler tarafından okunmasını sağlıyoruz raporların. Ama tecilli durumlarda 30 dakika içinde hekime rapor veriyoruz. Ay, çox gözəl, bu çox yaxşı haldır. Deməli, biz həm də qardaş Türkiyə ilə qarşılıqlı bir əməkdaşlıq edirik, elə mi? Bu çox gözəl haldır. Bu bizim insanlara, bax mən sizə bir söz deyim, bu 30 dəqiqə məsələsinin üstündə xüsusi dayanmaq istəyir. Amma bunu bəzən Bakıda belə hansısa klinikada etmirlər. Günlərlə biz Türkiyədən cavab gözləyirik bəzi hallarda. Ama siz bunu 30 dəqiqə ərzində edirsinizsə, mən bunu dönə-dönə vurmalıyam. Evet, artık teknoloji gerçekten çok gelişti. Hani muasır teknolojilerimiz var derken bunu ciddi şekilde söyleyebilirim. Gönül rahatlığıyla da zaten görüyorsunuz görüntülerde de. Görmek isteyenler varsa sadece gezmek için bile klinikamıza davet ediyoruz. İskəndər Bey, mən sizə bir söz deyim. Sizinlə ilk tanışlığımızdır, amma həkimlərimizlə 5-6 ildir yol gəlirik. Hər kəs bilər, tamaşaçım da bilər. İnanmadığım heç bir kəlməni bu iki dodaq arasından çıxartmaram. Əgər həqiqətən sizin sözünüzə qüvvət deyiriksə ki, orada ən müasir avadanlıqlar var, tamaşaçı bilir ki, bu sözü mən gözümlə görməsəm, inanmasam, həyatı boyu demərəm. Yenə deyirəm, mən oranın rəhbərini çox yaxşı tanıyıram və bilirəm ki, xidmət göstərir. Burada məqsəd insanlara xidmətdir. Digər məsələlər sonra gələr və bax bu cür, yenə deyirəm, geniş, səliqəli otaqları, peşəkar həkimləri, tez-tez Bakıdan gələn, tez-tez Türkiyədən gələn, sağlamlığınızla bağlı sizi hər hansı bir məsələ narahat edirsə, siz gedə bilərsiniz ora. Yenə deyirəm, Şamaxıdan Bakıya gəlməyə ehtiyac yoxdur. Buna əmin olun. Bir dəfə gedəndən sonra inanıram ki, hətta yenə deyirəm, yay gəlir, biz gedəcəyik. Yəqin ki, gedərkən keçəcəyik. İskəndər bəy deyir ki, gəlin sadəcə baxın. Bölgələrdə olan vaxtı elə fevqəladə hal baş verə bilər ki, bir də görürsünüz, körpə uşaqların qızdırması qalxır. Nə dedi? İlk olaraq dedi ki, pediatriya şöbəmiz var. Dərhal balalarınızı, tək ki, yenə deyirəm, Allah kimsəyə nəsib etməsin. Amma bunu bilin, ağlınızın bir yerində saxlayın ki, hər hansı bir hadisə baş verərsə, yaxınlıqda peşəkar bir komanda var, yaxınlıqda peşəkar bir klinika var. Bu da Şamaxıdakı Medsan klinikasıdır. Və bir